Salam dəyərli yoldaşlar, əziz izləyicilər. Bu günlərim sizə inkar cümləsinin mövzu izahını təqdim edəcəm. İnşallah sizin üçün də faydalı bir mövzu izahı olar, faydalı bir video olar. İlk öncə başlamalıyıq. İnkar cümləsi nədir? İnkar cümləsi tərif olaraq nədir? Yəni bunun definitionu necə deyirik? Deyir, barəsində danışılan şəxs və əşya və hadisə barəsində təksib edici, yəni inkar edici məlumat verən cümlənin növü inkar cümləsidir. Onu qeyd etmək lazımdır ki, Azərbaycan dilindən fərqli olaraq ingilis dilinin qrammatik əsası olan sadə cümlədə heç vaxt iki inkar işlənməz. Yəni biz qısa olaraq necə deyirik? Qeydimizi qeyd edək. Bir cümlədə iki inkar işlənməz. Onu qeyd edirik ki, bir cümlədə iki inkar işlənməz. Məsələn, mən həyatda heç kimi görmürəm. I see nobody in the yard. Amma biz bunu deyə bilmərik. I don't see anybody in the yard. Bunu deyərik, çox üzr istəyirəm. Bunu deyə bilmərik. I don't see nobody in the yard. Gəlin cümlələrlə bunları analiz edək. Necə? Gəlin 3 dənə variant qoyaq. Görək hansıları düzgündür, hansıları səhvdir. Belə bayaqçı dediyim cümlələri deyim. I see Baxın, deyirəm ki, mən həyatda heç kimi görmədim. Burada bizim inkar edici sözümüz hansıdır? Nobody. Bir dənədir? Bəli. Bir dənədirsə bu düzdür. İkinciyə baxaq. I don't see uşaqların qatdığı bir məsələ var. Anybody inkar deyil. Anybody inkarda işlənir. Bax bu fərqi biz görməliyik. I don't see, don't bir dənə inkar, anybody bir dənə inkarda işlənir zaten. Bu da düzdür. Amma görək hansı şəkildə, hansı variantda səhv cavab. Məsələn, belə gəlsə, I don't see nobody in the yard. Bax, bu şəkildə gəlsə, artıq baxırsan, burada nobody də inkardır, don't da inkardır. İki inkar olmaz. Deməli, bu artıq səhv oldu. Başlayaq. Bilməyək ki, mənanın məğzini artıq burada başa düşdük. Baxaq notdan. Bax, not uşaqlar inkar ədatıdır. Mübtədəyə və yaxud da əsas feilə qoşula bilməz. Ancaq köməkçi feilə və yaxud da modal feillərlə işlənir. Əşyanın varlığı bütövlükdə deyil, hansısa bir hissəsini inkar edir. Barəsində danışılan ismi təkdə olan sayıla biləncə EN artiklı barəsində məlumat verilən müəyyən isimdə Z artiklından işlənir. Qeyri-rəsmi yazıda və şifahi nikdə qısaldılmışı int kimi olur. Nə gözəl. Gəlin baxaq bunun sadə izahı. Deməli yoldaşlar, başlayıram mən. Not. Deməli not. Yoldaşlar, ilk öncə deyirik ki, mübtədəyə və əsas feilə qoşulmur. Bunu bildik. Bu öz qaydasında və dedik ki, nə olur? Qısaltması da bu şəkildə olur. Bunu da bildik. İndi gəlib başlayaq hansı məsələlərdən. Baxın, cümlə belə gəldi. Məsələn, deyirəm I go home. Dübbələm düz. Bunu belə deyə bilmərəm. I not go home. Bu artıq səhvdir. Bunu bu şəkildə deyə bilmərəm. I go not home. Bu şəkildə ikisinə deyə bilmərəm. Nətər deyə bilərəm? Artıq bura mənə nə lazımdır? Köməkçi feil lazımdır. I do not go home. Və yaxud da bunun qısaldılmış nətər dedik? Don't go home. Bu şəkildə olsa düzdür.
Və article məsələsinə baxaq. Məsələn, deyirəm ki, Ali has a brother and sister. Deyirəm, Əlinin qardaşı və bacısı var. Gəlin bunu inkara çevirək. Necə çevirəcək? Ali doesn't have a brother or a sister. Or ya da and a sister. Yəni bu şəkildə. Yəni bu şəkildə yoldaşlar. An article və sair öz qaydasında işlənir. Deməli, indi gəlin baxaq. İnkar cümləsində verilmiş əmr və xahiş cümləsi ilə ifadə edilmiş vasitəsiz nitqdə olan cümləni vasitəli nitqə çevirikən not inkarlıq ədatı feilsiz işlənə bilər. Yəni don't, not to-ya çevrilə bilər. Necə? İlk öncə yoldaşlar, biz onu bilməliyik ki, bizim yeni mövzumuz var. Yeni mövzumuz nədir? Direct və indirect speech. Bax, o sualların istifadə olunmasında çox yaxşıdır. Dedik ki, əmr və xahiş cümləsində xahiş cümləsi ilə ifadə edilmiş görək, bax, vasitəsiz nitqdə artıq not köməksiz feilsiz işlənə bilər. Necə? Elə bunu da yazmayaq arxasına, belə olacaq da, yəni. Don't, tutalım, mörtərziyala, çevrilib ola bilər not to. Bu necə olur? Gəlin baxaq. Məsələn, Əli dedi, qapını açma. Gəl baxın buna, deyir, Ali said, müəllifin sözünü artıq verək, don't open the door. Dedi, Əli dedi, qapını açma. İndi gəl bunu çevirək. Vasitəli nitqə. Vasitəli nitqə çevirək artıq. Ali, xahiş olanda bildiyi ki, biz deyəsən bunu izah eləməmişik, amma gələndə siz izah eləyərik. Xahiş olanda deyirik, ask. Ali asked. Don't artıq belə deyə bilərəm. Not to open. Not to open the door. Bir də, indi bu qaydanı öyrəndik. İnanıram ki, yəni don't vasitəsindən vasitəliyə çevrilmiş də not to-ya çevrilə bilər. Yəni, deyim, köməkçi feilsiz işlənə bilər. Tamamlığı istər mürəkkəb tamamlıqda, istərsə cerundla, istərsə də ifadə edib ki, əsas xəbərli olsa da not inkar işlənə bilər. Bax, deyir ki, tamamlığı mürəkkəb tamamlıqla, istər cerundla, nə ilə olsa not işlənər. Məsələn, belə bir cümlə istifadə edir. O heç vaxt yubanmayacağına söz verdi. Baxaq. Məsələn, belə bir cümlə deyək. He promised not to be late anymore. Belə bir cümlədə bax gördün, promised gəldi. Burada biz artıq to be verməliyik də, yəni mürəkkəb tamamlıq notla rahat şəkildə istifadə olunur. Bu bildiyiniz kimi üçüncü növ feillərə aid. Biz heç vaxt kompleks obyektin mövzu izahını verməmişik. Yəni çünki uşaqlar biraz şey deyir, ay da mən bu asandır, bunun nəyini deyirsiniz və s. Yəni gəlin baxaq, bir dənə də gerundla verək. Məsələn, my son enjoys not having to get up early.
Deyir oğlum səhər tez qalxmaqdan həzz almır, zövq almır. Başa düşürüz? Yəni adi qaydada. Görürsüz burada da enjoys var. Enjoys bilirsiniz ki, hər zaman cerunu tələb edir. Having notla işləndi. Öz qaydasında, öz yerində. Şolar not inkar ədatından sonra sayıla bilən təşkil olan haqqında ilk dəfə danışılan en-dən artiklından sayıla bilməyən digər qeyri-müəyyən yolunda en də əvəzliyində işlənə bilər. Yəni necə olar? Qoyun bir dənə məsələni izah edeyim. Şolar ilk öncə bilirsiniz ki, eni inkarda işlənir və sayılır bu həm, bu heç. En artiklı deməkdir öz. Bir yerdə də bu deməkdir. Yəni tərcümə olaraq. Amma fərqləri təbii ki, bilirsiniz ki, endən də sonra cəm isim də gələ bilər. Yəni heç olar notdan sonra en artiklı gələrsə, bu testlərdə fikir veriləsi bir məsələdir. Özündən sonra bilir ki, sayıla bilən tək isim gələr. Notdan sonra eni gələrsə, notdan sonra eni gələrsə, iki şey gələ bilər. Sayıla bilməyən isim, yəni sayıla bilməyən tək, bilməyən, bir də cəm isim. Zaten sayıla bilənlərin hamısı cəm ola bilər. Aydınmış olar. İndi gəlin baxaq inkar cümləsində bir digər məsələlərə. Deməli uşaqlar, to have fiili əsas kimi işləndikdə got fiili olduğu halda not inkar ədatı qəbul edə bilir. Məsələn, yəni bu qotu çox da vurğulamayaq, o köhnələrdə çox vurğulanırdı. Yəni uşaqlar, necə izah edeyim? Yaş, have got, has got olar zaman, yəni have plus got gələrsə, var olmaq, malik olmaq deməkdir. Bu zaman not qəbul edir. Not qəbul edir. Məsələn necə? Gəlin iki dənə cümlə yazaq. Ali has a car. Bir də yazıram. Ali has got a car. Bax, bunu inkara çevirdikdə Ali has not a car deməyin səhvdir. Amma bax, bunda deyə bilərsən ki, Ali has not got a car. Yəni deməli, bunu not götürməyi üçün sən bura nə verməlisən? Got verməlisən. Bu qədər sadə bir məsələdir. To have-in bir də bilirsiniz ki, modal feil, ya modal feil kimi işlənərsə. To have modal feil kimi işlənərsə və bura bir dənə punkt kimi qoyaq. Modal feil kimi. Amma bu modal feil, bax, bunun özü də modal feil qaydalarında testlərin tapmağın ən sadə üsullarından biridir. Məsələn, bax, deyirəm ki, to have heç vaxt belə bir ki, modal feil kimi not qəbul eləməz. Heç vaxt not qəbul etmir. Yəni biz çox vaxt necə deyirik? Baxın, haven't. İndi mən qısaldılmış nə edir? Haven't to, hasn't to, hadn't to. Bunlar nədir? Anadan gəlmə, bunlar səhvdirlər. Bunların artıq sual və inkar nə ilə düzəlməlidir? Deməli, üzrü sayıcılar. Bunlar dedik ki, birbaşa olaraq səhvdir. Bunlar üçün nə lazımdır? Bu halda inkarlıq yalnız nə ilə düzəlməlidir? To do ilə, yəni köməkçi feillə. Yəni do have, doesn't have to və yaxud da didn't have to bu şəkildə işlənməlidir. İndi not ilə əlaqəli bəzi feillər var. İstəyirəm feillər yox, ifadələr. Görək bu ifadələr hansıdır? Məsələn, not a few. Məsələn, not at all.
Bunların tərcümələrini də bir şey verəcəm. İndi gözləyin. Not quite. Sonra not in the least. Not only but also, yəni bunu çoxsunuz artıq bilirsiniz. Deməli, not a few nə deməkdir? Bir çoxu və yaxud da çoxları. Not at all dəyməz, əsla yox. Not quite tamamilə deyil, yəni tam yox deyək. Yəni yarımçıq. Not in the least zərrə qədər olsa, biraz da, yəni bunu yaraşdıra bilmirəm. Not only but olsa nəinki həmçinin. Nəinki həmçinin. Deməli yoldaşlar, believe, expect, hope, trust kimi budaq cümlələrin işlənməsində isə not adı feillərdən sonra işlədilə bilər, ehtiyacı yoxdur. Deməli, baxaq bir digər məsələlərə. Ya da elə bunlardır deyək. İndi işdir da ola bilər hardasa kiminsə köməyinə yetdi. Deməli uşaqlar, baxaq. Baxaq nəyə? Deyirəm ki, believe, inanmaq təbii ki. Bilirik yəqin ki, bunların tərcüməsini believe, hope, ümid etmək, expect, gözləmək, trust inanmaq deməkdir ki, baxın, bu sözlərdən sonra nə olar? Budaq cümlənin işlənməsində artıq not adı feillərdən sonra işlənə bilər. Məsələn, I expect not, mən gözləmirəm. Deyir, o vaxtında gələ biləcəkmi deyirsən? I expect not, mən gözləmirəm. Əslində bu nətər olmalıdır? I expect that he won't be able to return in time. O vaxtında gələcəyini gözləmirəm. Sadəcə qısaltmaq üçün ki, şeydir. Qısaltmaq üçün not işlənə bilər. Sonra gəlin keçək bir digər məsələyə. All və every sözlərinin qarşısına işlədilərək not everybody agrees with me. Heç kəs mənimlə razılaşmır. Bu şəkildə yəni istifadə etmək mümkündür. İndi gəldik babaya. Baba hansıdır? No. Burada dedik ki, feildən sonra not işlənə bilər. Gəlin keçək başa. İnanıram ki, notla bağlı çox şey dedim. İndi nə deməmişəmsə də onu da üzr hesab edib kitabdan və sair baxa bilərsiniz. İndi gələk bu məsələyə. No. No. Deməli yoldaşlar, no inkar əvəzliyidir. Bir qayda olaraq sifət əvəzlik kimi işlədilərək ismi təyin edir. Yəni özündən sonra mütləq isim tələb edir. Bax, yəni birbaşa bir mənalı olaraq nə dedik? Özündən sonra isim tələb edir. 100% bu lazımdır. Deməli, barəsində danışılan əşyasının bir hissəsi kimi deyil. Yəni notda onun bir hissəsi kimi inkar edir. Yəni burada onu tam kimi, yəni barəsində danışılan ismi tam kimi inkar edirik. Yəni isim və yaxud da artikel işlədilər, bilirik. Təbii ki, bunun digər mövzulara da demişik. No-dan sonra nə gələr? Artikel gəlsə, nə gəlsə də artikel gəlməz. Bunu bilirik. Və isimsiz gələr. Özündən sonra eni işlədilməz. Yəni eni işlədilməz. İndi mən göstərəcəm özündən sonra eni. Özündən sonra eni. Birbaşa olaraq eni işlədilməz. Əsas feildən sonra işlədilər o heç. O öz qaydasında. Have-has ilə işlədildikdə, yəni have-has olanda have-has. Burada got elə bir notdaydı. Got not. Burada işlədilməz. Gəlin. Bax bu eninin ilk öncə bu eninin an article olmağı bizə hər yerdə kömək göstərəcək. Necə? Baxaq. Çox gözəl indi bir şey göstərəcəyik. Belə bir şey deyə bilmərəm.
Burasını tuturam. Sonra has no a father. Sonra atası yoxdur. Article işlənməz. Belə bir cümlədə gələ bilməz. I had no anytime. Çox şəx şey eləyir bunu. Necə eləyir? Gözün deyəcəm edir. Ne eləyirlər? Help you. Çox şəx nə deyir? Dur, nə gözəl. Burada no var. Yaz da. Burada no var. Nə gözəl. No inkar yaratdı. Any də onsuz inkarda işlənir. Yox. Any həm də article daxil. Yəni bundan sonra bu olmaz. Yəni bu tip incə məqamlara diqqət edin. Yoldaşlar. İndi gəlin baxaq nəyə? İndi gəlin baxaq başqa bir məsələlərə. Deməli, dedik ki, isim əvəzlik kimi, yəni isimsiz formada da işlənə bilər, amma törəmələri işlənir. Məsələn, törəmələrini biz bilirik. None və yaxud da no one, nobody, nothing, nowhere. Bunlar da törəmələrdir. İndi gəlin adi törəmələrin qaydalarını bilirik də biz. Özlərindən sonra of gəlmir, özlərindən sonra isim gəlmir. Bunu bilirik. Amma nandan sonra of gələr. Bax, bunlardan sonra of gəlməz. Amma nandan sonra of gələr. Deməli, of gəlir. Of işlədikdən sonra mütləq şəkildə nə verir? Nə istəyir? None of mütləq şəkildə cəm istəyir. None of mütləq şəkildə nə istəyir? Xəbər şəkilçisində cəmdə olmağını istəyir. Məsələn, əsasən cəmdə olur, amma yəni təkdə də ola bilər. İndi gəlin bir dənə cümlə göstərim. Baxın, none of the students. Özündən sonra gələn ismi cəmdə verdi mi? Burada word olar. Word. Burada was da olar. Ready. Yəni burada hər ikisi də o olar. Deyir, baxmayaraq ki, bir dənə qeyd var ki, nobody və no cümlədə mübtədalar kimi ayrıcı sualdır. Deməli yoldaşlar, bu da öz yerində, öz qaydasında. Deyir ki, nobody və no one mübtəda kimi çıxış etdiyi ayrıcı suala ikinci hissəsində ümumi sual üçüncü şəxsli və s. olur. Bu da öz bu şeylərdir. Deyirik, no ilə bağlı bəzi ifadələr. Məsələn, no'dan sonra article gəlmir, no'dan sonra any gəlmir və s. İndi gəlin baxaq bir digərinə. Bu bir digəri hansılardır? Bu bir digəri də never. Baxın, never qeyri-müəyyən zaman zərfidir. Qeyri-müəyyənlik bildirən şeydə işlənir, inkar yaradır bu da. Adi qaydada öz qaydasında. Neverdir, neizədir, never də gəlin adicə yazaq. Never çoxdur deyil. Qeyri-müəyyən zaman zərfidir. Xəbərin at hissəsinin qarşılığını verir də, bitmiş form. Bitmiş zamansız formalarında çox vaxt olur. Məsələn, belə də ola bilər. I never go to the sea in summer. Deməli, bu şəkildə də oldu. Demək, bu da öz yerində, öz qaydasında. Məsələn, başqa cümlələr və s. istifadə etmək olar. Keçək Naizə. Naizə çox düşür. Naizə biraz riskli hərəkətlər eləyir. Görək nədir Naizənin. Aha, demək, Naizə. Naizə həm isim, həm də sifət kimi işləridir. Cümlədə mübtəda, tamamlıq təyin ola bilir. Mübtəda və mübtəda tərkibi olduğu xəbər həmişə təcrid tələb edir. Cümlənin sonunda işlədilmir. 2 və ya əşyanı ifadə edir. Boz hər ikisi əvəzliyin inkar formasıdır. Bunları ne dedik? Bunları yazıya tökək. Dedik, həm isim, həm sifət kimi işlədir. Cümlədə mübtəda ola bilər.
Mübtəda. Nə ola bilər? Tamamlıq ola bilər. Sonra təyin də ola bilər, çünki sifət də olur axı. Təyin də ola bilər. Dedik ki, xəbəri həmişə təkdə tələb edir. Xəbər tək olur. O testlərdə bunlar lazımdır bizə. Cümlənin sonunda işlədilir. Cümlə sonunda dedi işlədilmiş. Bosun da, yəni inkarıdır. Bax, gəlin indi belə bir cümləyə baxaq. Nice boss. Nice boss. Late for the lesson. Deyir ki, heç kim dərsə gecikməmişdi. Adi qaydada. İndi gəlin bunu offline işləyək. Nice of my friends yenə təkdə verəcəm xəbər was at the lesson. Deyir ki, dostlarımın heç biri dərsdə yox idi. Belə bir cümlə görə bilməzsən qətiyyən. They will help us. Nice. Cümlənin sonunda nice işlənməz. İndi deməli, nice əvəzliyi nor hissəci ilə birləşərək bağlayıcı tərkib əmələ gətirir. Nə də kimdə tərcümə olunur. Sayıla bilən tək isimlər, yəni Z artikellarını da bilirsiniz. Məsələn, indi gəlin 3 dənə cümlə ilə bunları daha yaxşı şəkildə izah etməyə çalışaq. Sadəcə çalışa bilərik biz. Nice Ali Nor Sona can help you. Nə deyir? Deyir, nə Əli, nə də Sona kömək edə bilməz. Nice var. Qələmin rəngini dəyişək. Nice var. Nor var. Yəni bu ikisi qardaş bacıdır elə bil. Gəlin baxaq bir başqa suala. Məsələn, Sona has Nice a brother nor a sister. Təbii ki, bunun bildiyiniz kimi versiyaları var idi da. Sonanın nə qardaşı, nə bacısı var. C variantına baxıram. C variantda deyirəm I liked. Nice'də tea nor the coffee. Mən nə çayı, nə də qəhvəni bəyənmədim. Nice nor hissəciyindən sonra gələn isim kəmiyyətinə görə tələb eləyir nələr? Məsələn, Nice Ali nor his wife at home. Yəni bu sizin bu nə deməkdir? Gəl bu belə bir sxemlə başladaq. Məsələn, bura bir yazaq. Məsələn, Nice Ali nor his wife. Burada yazıram at home. Yəni demək istəyir ki, burada Nice-ni görüb. Yəni burada əslində Nice-ni görüb. Bura izzat yazmaq olar. Amma yəni bu izi bu Nice-yə görə yazmırıq. Bu izi bax bu his wife-a görə yazırıq. Yəni bax bu wife bura iz verək, burada are verək. Bu wife təkdə olduğuna görə bura iz götürürük. Məsələn, bir başqa cümlə yazsaq, Nice Ali nor the children desək, children burada artıq are verib, at home-da yazacaqsan. Yəni buna baxacaqsan. Nordan sonra gələcək sözə baxacaqsan. Nice nor qısa cavablar cavab verəndə də işlənilir. Bunu siz məndən də yaxşı bilirsiniz. Baxaq.
Məsələn, qısa cavablarda necə işlədilir? Onlara ay aman, hə, əla. Yəni dedim, bir dəqiqə PDF getdi. Gəlin baxaq görək qısa cavablarda vəziyyət necə olur. Aslında bunu da yəni so do, aiza və s. əvvəlki videolarda var bundan bağlı. Prosto yəni sadəcə prosto nə idi? Sadəcə burada da işlətmək olar. Yəni izahını vermək olar. Məsələn, deyirəm I can't drive a car. Məsələn, bunu belə də deyə bilərəm. Qısa cavabda nə deyəcəm? Neither can I və yaxud da nor can I ikisinə deyə bilərəm. Neither iki şəxs və əşyanın heç biri olmadığını ifadə edir. Neither team played well. Heç iki komanda oynamırından ikisindən artıq şəxsən, yəni bu qələmlərin heç biri yaxşı işləmir. Satışda çoxlu qələm var və bunların heç biri yaxşı işləmir. Birində iki komanda olur ki, yəni məlumdur. Birində var ki, çoxlu. Yəni bunu da bilsəz yaxşıdır. Azərbaycan ilə daha həmçinin kimi qüvvətli adlar bir neçə sözlə ifadə oluna bilər. Nə gözəl, nə gözəl. Baxaq. Məsələn, buraya yazacağım A, to, həmçinin deməkdir. To təsdiq cümlədə işlənir. Yəni inkar cümlədə sən to-nu görsən, variantı tulla. B variantı. Also təsdiqdə işlənir. Deməli, also-da görsən, cavabı tulla. C-də A-izə inkarda işlənir. Aha, bax, burada cavabı götür. Amma bax, gör cümlə inkardadırmı? As well. Bu da təsdiqdə işlənir. Çox düşməz amma yenə də şeydir. Deməli, biz buradan cavab olaraq götürəcəyik C variantını sadəcə. Aydındır mı? İndi gəl baxaq ki, ingilis dilində iki şaxəli, iki xassəli çoxlu sözlər var. Fərqli hissələrinə aiddir, fərqli işlənmə xüsusiyyətlərinə malikdir. Və bu da öğrencilərdə xüsusi test işləyən abituriyentlərə həmişə problemlər yaradır ki, gəlin bunlara qeydlərinə baxaq. Görək, nə kömək eləyə bilərik sizə, nə deyə bilərik, necə kömək eləyər ki, siz testləri səhvsiz şəkildə işləyə biləsiniz. Aha. Gəlin, demək olar ki, qaydanın böyük bir qismini bitirmişik. Qalıb bu test sxemalarında necə işləmək lazımdır. Baxaq bu məsələlərə. Məsələn, bax, götürürəm to-nu. Buraya yazaq qeyd. Şuralar, to nədir? Həm miqdar zərfliyidir, sifətin və yaxud da zərfin qarşısında işləyir, həddən çox, həddən artıq mənasını verir. Gəl baxaq. Bir neçə cümləyə. Məsələn, I am too young. Mən həddən artıq gəncəm. İndi gəl bunu biraz inkar versiyasında yazaq. I am too old Ayza. Mən də həddən artıq yaşlı deyiləm deyir. Deyirsən ki, I am too var. Burada I am not verək ki, bu Ayzanı verə bilək. Bu notla to işlənməz axı. To əgər cümlənin sonunda olsaydı, mən səndən razıydım. Amma bu cümlənin sonunda deyil. Sifətdən əvvəl gəlir. Deməli, bu artıq nədir? Miqdar zərfi mənasındadır. Anladıq? Bu da öz yerində özləridir. Ayz əvəzliyi orla birləşərək bağlayıcı tərkib əmələ gətirir. Ya da deməkdir. Ali or Narmin in the classroom. Ya Əli ya da Nərmin sinifdə idi. Bu da belə. İndi gəlin baxaq. Both and all Ayzə inkar cümlələrdə də hansılar işlənir?
İlk öncə gəlin belə bir cədvəl çəkək. Hələ ki bu qədər xətt çəkək, görək nə qədər bəs çəkir. Deməli, buraya yazırıq təsdiq. Təsdiq cümlə. Buraya yazırıq inkar cümlə. Baxın, təsdiqdə both and işlənir. Both and, yəni təbii ki, burada cümlələr və sair işlənir. Both işlənir. Hələ heç both and-i də vermə. Both işlənir. Hər ikisi deməkdir. İnkarda bunun qarşılığı işlənir neither. Heç biri. Tərcümələrin də ehtiyac yoxdur. Bağlayıcı kimi necə işlənir? Both and, həm də. İnkar cümləsində olacaq neither nor. Nor, nə də. Burada işlənəcək all. Hamısı. Burada işlənəcək none. Hə, bax indi burada either or işlənəcək. Either or, ordan işlənəndə təsdiq cümlə olur. Either or, burada inkar cümləsində işlənəcək nə? Yenə neither nor. Yəni either or-u either-ni görüb, inkar götürmə, either ordan işlənirsə əgər, bu nədir? Təsdiqdir. Bunu da bilmək vacibdir. Bu da öz qaydasında, öz yerində. Sonra gəlin sam n-nin inkar cümlələrində işlənməyini zaten bilirik. Danışaq eləcək, yazmağa ehtiyac yoxdur. Sam təsdiq cümləsində işlədilir, sifət kimi çıxış edir, özündən sonra həmişə isim tələb edir. Someone, somebody, something və s. axır. Bax. Sam bilirik ki, bəzi mənasında, bax buraya yazıram sam. Sam bəzi mənasında inkar, yəni bəzi mənasında inkarda işlənə bilər. Some girls don't like. Some girls don't like light boys. Bəzi qızlar yüngül oğlanları bəyənmirlər. Amma məsələn somebody, something, someone, somewhere. Bu törəmələr heç vaxt inkarda işlənməz. İnkar olmaz, heç vaxt inkarda işlənməz. Bunu da bilmək lazımdır, qavramaq lazımdır. Eyni də onun törəmələri inkar cümləsi yaratmır. İnkar sadəcə inkar cümlədə işlənir. Bunu da bilmək lazımdır. Bilir ki, eyni istənilən mənasında nə olur? Təsdiqdə olur. Məsələn, we can go to any time you like. Sən istədiyin vaxt, istənilən vaxt oraya gedə bilər. If şərt budaq cümləsində eyni işlənir, məsələn, təsdiq cümlədə işlənir və s. axır. Sonra yoldaşlar. Sonra da belə. Bilirik ki, but, hardly, bəzi məsələlər var. Hələ bitirməyək. Məsələn, and işlənə bilər. Bax, Ayşalar, ay gözəl insanlar, ay qardaşlar. And inkar cümləsində işləndikdə, sən buraya yazaq təsdiq. İnkara keçəndə inkar. And İnkara keçəndə olur or. Necə? Məsələn, Füzuli has a sister. Bu nəsə cümlələrdə bayaqdan göstərirəm. And a brother. Amma burada hasn't got desək,
Burada artıq bu and olacaq, or. Anladıq mı? Məncə bunu da anladıq. Batdan sonra məsələlər olur. Birisi ki, batdan bir tərəf inkar, bir tərəf təsdiq olur. Yet, otol, without. Bunları da deyək. Hə, yoldaşdır. Biraz dərsin sonunda adam istəyir yola versin bəzi şeyləri. Hocalar, hardly'dir. Bunlar da ne yaradır? İnkarlıq yaradır. Mesela burada barrel da var. İnkarlıq yaradırlar. Yetdi. Özünüz bilirsiniz, inkarlıq yaradır. At oldu. İnkarlıq yaradır. Without'du. Sizsiz inkarlıq yaradır. Sonra bu da belə. Yəni çalışdığım qədər inkar cümləsini geniş şəkildə izah etdim. Yəni demək olar ki, bütün buralara baxın görün nə qəşəng səliqəli yazmışıq. Amma axıra yaxın o qədər də səliqəni qorumuşuq hardasa. Hə, qorumuşuq, yəni pis deyil. Yəni uşaqlar, dərslərə də qoşulmaq istəyirsinizsə, yəni belə geniş izahları və sair dərslərə təbii ki, daha çox verəcək. Çalışdığımız qədər 051 318 99 21 nömrəsinə yazsaz sizə cavab verəcəm özüm. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın.